Herkese salamlar dostlar. Bugün biz oynamarıq, amma mən sizin üçün eləyərəm guide necə oynayaq Minecraft Java Edition Android'də. Yükləyirsiniz bu приложение Pojo Launcher yoxsa, amma bu приложение da o da Java üçündür, amma onlardan sonra danışarıq. O birisi videoda. Siz yükləmisiniz, bunu yükləməlisiniz. Necə onu yükləmək olar? Google Play'dən yükləmək olar, amma siz burada yazarsınız. Yazarsınız bunda Pojo Launcher. O sizdə olmaz. Gələcək Mojo Launcher. Amma onu o birisi videoda danışarıq. Necə onu olar Google Play'dən yükləmə? Girirsiniz Chrome'a. Üzrü sayıram, amma prosta paltarı eləyirdim. O Pojo Launcher'da yazırsınız. Pojo Launcher. Baxın, Pojo Launcher. Sonra da girirsiniz. Bura əlbəttə girməlisiniz. Bura girməlisiniz ki, girirsiniz GitHub. Sonra da aşağı. Sonra da görürsünüz belə get it on Google Play. Bura basırsınız və girirsiniz Google Play'a, yükləyirsiniz. Açırsınız. Burada var iki dənə şeylər. İki dənə belə şeylər. İki dənə account eləmək. Local account. Belə eləmək olar, yoxsa ya bunda Microsoft account. Ona Game Pass almalısınız ki, ona girərsiniz. Mən də eləmirəm. İndi mən sizə göstərərəm necə ki yükləmək olar. Forge, Optifine, Fabric, Gullet. Burada girirsiniz Optifine. Hansı istəyirsiniz Optifine seçirsiniz. Mən istəyirəm bu Optifine'ı. Siz də gözləməlisiniz ki Optifine yansın. Bu yüklənsin. Yüklənəndən sonra danışaq. Optifine indi yüklən. Basırsınız. Burada belə şey gələr. Yazırsınız. Lazım deyil. Budur. Optifine. Yüklədik. Ya da bura girirsiniz. Optifine'ı Chrome'da yükləyirsiniz. Ya sonra da bura girirsiniz. Optifine'ı seçirsiniz. O da yüklənər. Amma bu tezdir. Logic modları yükləmək lazımdır. Baxın, mən sizə indi bir şey göstərərəm. Bunu yükləyirsiniz. O çox qəşəng şeydir. Mən nə qədər burada modları yükləyirdim dəhşət. Baxın, mən də bir modu bura qoyarım. İndi gözləyir Mojo Launcher'dan bir mod qoyarım. Baxın, bura girirsiniz. Instance. Mojo Launcher'dan deyirəm. İndi gözləyir. Arkadaşlar, necə ki indi modları qoymalıyıq. Girirsiniz. Minecraft və bir dənə deyirəm. Mod o forge'larda mod qoyma. Resource Packs o birisi şeydir. Hara versiyanı istəyirsən forgesuz ora qoymaya bilərsən. Amma bizə mod lazımdır. Mods. Girirsiniz və o modu qoymalısınız bura. İndi Pojo Launcher. Mən bu versiyandır.
Qoy yüklənsin, sizlə görüşərik. Quba. Arkadaşlar, görürsünüz burada 3 dənə mod yüklənib. Baxırsınız, baxın, mod yüklənib. Mənim sevdiyim moddur, Mojo Launcher-da. Deyirsiniz hansısa, baxın bura girərək. Qoy yüklənsin, sizdə yanında görüşək. Arkadaşlar, indi mən girdim bura. İndi baxaq, yüklənib mod, yoxsa yox. Wow. Wow, yüklənib. Baxın arkadaşlar. Yüklənib. İndi deyərəm sizə necə lazımdır paltar yüklənmə. Arkadaşlar, girirsiniz siz Chroma, yazırsınız. Siz yazırsınız. The Launcher. Buna basırsınız. O ofisaldır. Girirsiniz. The Launcher, download Minecraft Launcher. Yüklənmirsiniz Minecraft Launcher'ı. Baxın. Sonra da ne inirsiniz? Bax burada keçirsiniz registrasiyanı. Sonra da burada olacak paltar. Bura yükləyirsiniz sizin paltarını. Bax burada. Bura basırsınız və paltarını qoyursunuz. İstəyirsiniz paltarı yükləndiniz. Onu da yükləməlisiniz. Sonra da sizə lazımdır yüklənmək. Skinscape. Bunu yükləməlisiniz. Baxın. Bax belə olsun ha. Belə olsun. Aşağı girirsiniz. Hansı istəyirsiniz versiyanı istəyirsiniz. Mən istəyirəm Forge. Burada seçirsiniz. Hansı istəyirsiniz? Forge, Neoforge, Gullit, Fabric, yoxsa Forge. Mən istəyirəm bu versiyanı. Mən bu versiyanı yükləyərəm. Baxın, bunu. Bu versiyanı. Mən bu versiyanı sevirəm. Mən yüklədim, ona görə mənə lazım deyil, amma sizə lazımdır. Bu yaxşıdır, amma Fabric seçməyin də. Forge. Məncə Forge yaxşı şeydir, amma amma nə istəyirsiniz? Sonra da mən Project Launcher-ə girirəm, göstərəm sizə. Arkadaşlar, baxın Skinscape yükləndi. Если sizdə o var, значит mod yükləndi. Girirsiniz, hansı Word-ı və bunda təzə World eləyin. Mən kreativdə olarım əlbəttə. Sonra da Create New World. Sonra da baxarıq paltar olacaq, yoxsa yox. Mən paltarı seçmişdim, ona görə olar. Amma ona görə də olar. Məndə olar. Orada paltarı seçməlisiniz. Seçməzsiniz olmaz. Görürsünüz, əlim belədir. Paltar yükləndi. Xahiş edirəm, abunə olun. Sonda olacaq Mojo Launcher-la və bilmirəm nə ilə. Xahiş edirəm, abunə olun və sağ olun.